Birindən emosional olaraq necə ayrılmalı? Bu sual bəlkə də həyatımızın bir dövründə hamımızın ağlına gəlmiş, ürəyimizi məşğul etmiş dərin bir sualdır. Ayrılıqlar, vida etmələr, sonlar. İstər bir eşq münasibəti olsun, istər dostluq, istər ailə bağı. Birinə dərindən bağlandığımızda və o bağ qopduqda hiss etdiyimiz boşluq çoxumuz üçün təsvir edilməz bir ağrı mənbəyidir. İsveçrəli dərin düşünən Carl Jung bu mövzuda bizə işıq tutan vacib bir həqiqəti pıçıldayır. Gedəni saxlama ki, gələcəklərə yer açılsın. Bu sadə amma güclü cümlə əslində bağlama və buraxma arasındakı o incə xətti göz önünə sərir. Bizə öyrədilənin əksinə, sevgi həmişə ağrı verən, itirmə qorxusu ilə ələ yürüyən bir duyğudurmu doğrudanmı? Yoxsa bu, sevginin özü deyil, başqa bir şeyin qiyafə dəyişmiş halıdır. Jung deyir ki, bağlanma sevgi deyil, o qorxunun qiyafə dəyişmiş formasıdır. Birinə bağlandığında onu sevdiyin üçün deyil, sadəcə dərində bir yerdə onsuz əskik qalacağını hiss etdiyin üçün bağlanırsan. O şəxsin varlığı olmadan həyatının mənasını itirəcəyini, onun təsdiqi olmadan dəyərinin azalacağını, sevgisi olmadan bir parçanın qırılacağını hiss edə bilərsən. İşte bu hisslər Carl Jung'a görə sevgi deyil, emosional asılılıqdır. Əsl sevgi isə bir genişlənmədir, bir böyümədir. Zəncirlənmə deyil, azadlıqdan qidalanan bir paylaşımdır. Başqası ilə birlikdə olmağı özünü tam hiss etmək üçün ona ehtiyac duyduğun üçün deyil, onu seçdiyin üçün istəməkdir. Amma insanların çoxu sevgini bağlanmayla qarışdırır. Çünki keçmişdə yaşadıkları münasibətlərdə itirmə qorxusu paylaşma arzusundan daha güclü olub. Bizə eşqin ağrı verdiyini, birini həqiqətən dəyərli bildiyimizdə onu itirməkdən qorxmamız lazım olduğunu öyrətdilər. Sevməyin ehtiyac duymaq, möhkəm yapışmaq, aslı olmaq olduğunu pıçıldadılar. İşte burada özünə bu sualı verməni istəyirəm. Həqiqətən o şəxsi sevirsən, yoxsa sadəcə onsuz qalmaqdan qorxursan? Bağlanmanın sevgi paltarına necə büründüyünü görürsən, bağlanmaq sadəcə həyatında birinə ehtiyac duyduğunu hiss etmək deyil. Bağlanmaq o şəxs olmadan özündən bir parça itirdiyini hiss etməkdir və bunu haqlı çıxarmaq asandır. Birini o qədər çox sevdiyini, onsuz bir həyat düşünə bilmədiyini demək asandır. Amma problem sevmək deyil. Problem o şəxs olmadan sevginin yox olacağına inanmaqdır. Problem sevginin digər şəxsdə olduğunu sanıb öz içindəki mənbəyi görməməkdir. Əgər sevginin başqasında olduğuna, səndə olmadığına inanırsan, o bağın əsirisinə çevrilirsən. Özünü dəyərli hiss etmək üçün birinə ehtiyac duyduğuna inanırsansa, xoşbəxtliyin həmişə xarici amillərə bağlı qalır. O şəxs qalarsa xoşbəxtsən, gedərsə dağılırsan. Və dərində bir yerdə bilirsən ki, bu sağlam deyil. Sevmək aslı olmaq deyil, bu çox az şəxsin bacara bildiyi bir tarazlıqdır. Harold deyirdi ki, eşqin sahibi olmağa ehtiyacı yoxdur, sadəcə anlamağa ehtiyacı var. Bağlanmaq əvəzinə bağ quraraq sevdiyində, nəzarət etmə ehtiyacından əl çəkirsən. Heç kəsin sənə xoşbəxtliyindən məsul olmadığını anladığında, möhkəm yapışmaqdan vaz keçirsən. Sevginin məhdud bir mənbə olmadığını fərq etdiyində, tükənməsindən qorxmaqdan əl çəkirsən. Çünki əsl sevgi qorxu deyil. Narahatlıq, nigaranlıq, itirmə ehtimalı qarşısında duyulan sıxıntı deyil. Əsl sevgi azadlıqdır. Amma onu yaşamaq üçün əvvəlcə bağlanmaqdan azad olmalısan. Qorxmadan buraxmağı öyrənməlisən. Buraxmağın itirmək demək olmadığını, əksinə səkinini yenidən qazanmaq olduğunu anlamalısan. Və işdə ən vacib sual. İtirdiyini hiss etmədən necə buraxırsan? Bir boşluqla tək-tək qalmadan necə getməsinə icazə verirsən? İşte bu növbəti addımda kəşf edəcəyimiz şeydir. Çünki birindən emosional olaraq ayrılmaq sevgidən əl çəkmək deyil. Bu, özünü yenidən qazanmaq deməkdir. Buraxmaq insan üçün ən çətin təcrübələrdən biridir. Kiçik yaşlardan etibarən bizə əsl eşqin əbədi davam edən eşq olduğu, birini həqiqətən dəyərli bildiyimizdə onu yanımızda saxlamaq üçün hər şey etməyimiz lazım olduğu öyrədildi. Bizə ayrılmanın uğursuzluq demək olduğu, getməsinə icazə verməyin itirmək olduğu deyildi. Amma işdə çox az şəxsin qəbul etmək istədiyi həqiqət. Birindən emosional olaraq ayrılmaq itirmək deyil. Xoşbəxtliyinin onun varlığına bağlı olduğu fikrindən azad olmaqdır. Çünki sevgi həbsxana olmamalıdır. O şəxsin dəyişməsindən, uzaqlaşmasından, bir gün başqa bir yol seçməsindən daima qorxu duymamalısan. Çünki qorxu hakim olduqda sevgi bir yükə çevrilir, hədiyyə deyil. Carl Jung'un dediyi kimi, heç nə valideynin yaşanmamış həyatından daha güclü psixoloji təsirə sahib deyil ətrafı üzərində. Bu söz sadəcə valideynlər üçün deyil, hər münasibət üçün keçərlidir. Biri ilə birlikdə olmaq uğrunda öz kökündən fədakarlıq etdiyində,
Bir bağı saxlamaq üçün özündən parçalar fəda etdiyində, artıq xoşbəxt olmadığın bir yerdə tək buraxma qorxusu ilə qaldığında, öz həyatından əl çəkirsən deməkdir. Və bu, ən pis itkidir. Buraxma qorxusu sevgi deyil, asılılıqdır. Əgər birini buraxmaq fikri belə səni dəhşətə salırsa, özünə bu sualı ver. Səni bağlayan əslində sevgidir, yoxsa tək qalmaq qorxusu? Bəzən birini buraxa bilməyəcəyimizə inanırıq. Çünki onu çox sevdiyimizi düşünürük. Amma o duyğuya dərindən baxdıqda, çox vaxt səni əsl tutanın qorxu olduğunu kəşf edirsən. Bağlantı quracaq başqa birini tapa bilməyəcəyindən, özün-özünə üz-üzə qalmaqdan, münasibətin diqqət dağıtıcılığı olmadan o boşluğun daha da böyüməsindən duyduğun qorxu. Amma ironiya bax, o boşluq, o şəxs gəlməmişdən əvvəl də oradaydı. Sadəcə biri varkən onu gizlətdin. Sevginin o boşluğu doldurduğuna inandın. Amma həqiqət budur ki, heç kim sənin boşluğunu doldura bilməz. O boşluğu yalnız sən sağalda bilərsən. Birini buraxmaq o şəxsin əhəmiyyətli olmadığı demək deyil. Yaşananları unutmalı olduğun demək deyil. Sevginin var olmadığı demək deyil. Bu, özünü ilk sıraya qoymalı seçdiyin deməkdir. Səni tükən bir münasibət əvəzinə səkinini seçdiyin deməkdir. Başqası üçün yıpranmaqdan əvəzinə enerjini geri qazanmağı seçdiyin deməkdir. Nə olursa olsun irəliləməyi seçdiyin, keçmişə ilişib qalmaq əvəzinə gələcəyə addımladığın deməkdir. Buraxmaq sevməkdən əl çəkmək deyil, ağrı çəkməkdən əl çəkməkdir. Çox insan ayrılmanın soyumaq, köklərdən bağları kəsmək, yaşananları unutmaq demək olduğuna inanır. Amma əsl ayrılma sevgisizlik deyil. Birini buraxa bilərsən və onun həyatındakı mənasını hələ də qiymətləndirə bilərsən. Qırıqlıq duymadan getməsinə icazə verə bilərsən. Keçmişi silmədən irəliyə. Amma ona ilişib qalmadan davam edə bilərsən. Sevgi ilə buraxmaqla ağrı ilə buraxmaq arasındakı fərq vidalaşmanı necə yozmağındadır. Əgər ayrılmanı bir itki kimi görürsənsə, sanki sənə məxsus bir şey zorla alınır kimi ağrı duyarsan. Amma əgər onu özünə duyduğun bir sevgi hərəkəti kimi görürsənsə, boşluğunu, enerjini və azadlığını yenidən qazanmaq fürsəti kimi görürsənsə, o zaman buraxmaq bir son deyil, açıq bir qapıya çevrilir. Möhkəm yapışdığında özünü zəncirləyirsən. Əgər keçmişdə incinsənsə, birini buraxmaq məcburiyyətində qalsansa, eşq sənə ağrı verdinsə, bu həmişə belə olacaq demək deyil. Həyatına daxil olan hər insan fərqli bir təcrübədir. Hər bağın sənə öyrədəcəyi yeni bir şey var. Hər hekayə bənzərsizdir. Keçmişdə olanlar üzündən özünü bağlayırsansa, daha yaxşı bir şey yaşama ehtimalını rədd edirsən deməkdir. Mənfi bir təcrübənin sevmə qabiliyyətini müəyyən etməsinə icazə vermə. Qorxunun sənin adına qərar verməsinə icazə vermə. Keçmişdəki ağrının gələcəkdə qəlbini açmasına mane olmasına icazə vermə. Çünki sağalmaq sadəcə ağrını buraxmaq deyil. Yenidən güvənməyi öyrənməkdir. Necə sərtləşmədən buraxırsan? İşdə çox insanın ağlının qarışdığı yer burasıdır. Ayrılmanın laqeydləşmək, vecinə almamaq, məsafəli olmaq olduğunu sanırlar. Ağrı çəkməmək üçün hər cür duyğunu köklərdən kəsmələri lazım olduğuna inanırlar. Sağalmaq üçün heç vaxt dəyər vermədiklərinə özünü inandırmaları gərəkir. Amma ayrılmaq, bağ qurmaqdan qaçmaq deyil. Duyğulara qarşı immunitet qazanmaq deyil, onları içində sıxılıb qalmadan yaşamağı öyrənməkdir. Yaşananları unutmaq deyil, onlardan qırıqlıq duymadan dərs almaqdır. Sevməkdən əl çəkmək deyil, sevginin sahib olmağın gərəkən bir şey olmadığını anlamaqdır. Carl Jung deyirdi ki, emosional azadlığın açarı təcrübəni ona yapışmadan bütünləşdirməkdir. Olanlara şükür etmək, yenidən yaşamaq ehtiyacı duymadan yaşananlardan dərs almaq, təkrarlama qorxusu olmadan, köhnə yükləri daşımadan yeniyə yer açmaq. İşte bu sağalmaqdır. Eşqdən qaçmaq deyil, onu daha sağlam bir yoldan yaşamağın yolunu tapmaqdır. Sərtləşmək deyil, aslı olmadan hiss etməyi öyrənməkdir. Sevdiyini unutmaq deyil, ağrı ilə deyil, şükranla buraxmaqdır. Eşq problem deyil. Problem onu indiyə qədər necə yozmağındadır. Əgər onu yoxluqdan yaşadınsa, ağrı kimi görməyi öyrənirsən.
Əgər bağlanmadan yaşadınsa, onsuz bir heç olduğuna inanırsan. Əgər boşluqları doldurmaq üçün istifadə etdinsə, digər insan olmadan içində bir şeyin qırıq olduğunu hiss edirsən. Amma qorxusuzca, asıllıq duymadan, sahiblənmədən sevməyi öyrəndiyində, o zaman eşqin xaricdən gələn bir şey olmadığını anlayırsan. Eşqin həmişə sənin içində olduğunu fərq edirsən. Və bunu həqiqətən anladığında, bir daha heç vaxt buraxmaqdan qorxmazsan. Çünki əsl güc irəliləməkdir. İndi buraxmağın itirmək demək olmadığını bildiyinə görə, sağalmanın qəlbini bağlamaq demək olmadığını anladığına görə, son bir sual qalır. Bütün bu prosesi əsl böyüməyə necə çevirəcəksən? Çünki bir hekayənin sonu sənin həyatının sonu deyil, çox daha böyük bir şeyin başlanğıcıdır. Ağrını böyüməyə çevirmək, təcrübəni güclənmək üçün istifadə etməkdir. Birini buraxmağın ağrısı açıq bir yara kimi hiss oluna bilər. Özündən şübhə etməyinə, nəyi səhv etdiyini soruşmağına, xatirələri ağlında təkrar-təkrar yaşamağına səbəb ola bilər. Amma anlamalı olduğun bir şey var. Ağrı yalnız böyümək üçün istifadə etmədiyində dağıdıcıdır. Carl Jung deyirdi ki, ağrı olmadan şuur yoxdur. Bizə ən çox ağrı verən təcrübələr bizi yıxmaq üçün deyil, bizə görmək istəmədiyimiz bir şeyi göstərmək üçün həyatımıza daxil olurlar. Bizə öyrəşdiyimizdən çıxarıb daha yüksək bir şuur səviyyəsinə itələmək üçün, bizə özümüzlə bağlı öyrənməli olduğumuzu öyrətmək üçün. Amma çox insan ağrının içində həbs olur. Onu təkrar-təkrar yaşayır. Güvənməməklərini haqlı çıxarmaq üçün istifadə edirlər. Ağrı ilə o qədər özünləşirlər ki, onu kimliklərinin bir hissəsinə çevirirlər. Amma işte burada bir seçimin var. Ağrının səni tükətməsinə icazə verə bilərsən, ya da onu dönüşümün üçün bir yanacaq kimi istifadə edə bilərsən. Ağrını müəllim kimi gör. Görə bilməyəcəyin dərsləri. Yaşadığın hər təcrübə, hər itki, hər xəyal qırıqlığı içində bir şey buraxıb. Bəlkə də başqasının xoşbəxt olması üçün asılı ola bilməyəcəyini öyrəndin. Bəlkə də sərhəd qoymadığını və bunun səni münasibətdə itməyə sürüklədiyini anladın. Bəlkə də əslində layiq olduğundan daha az narazı olduğunu gördün. Ağrının bir məqsədi var. Sənə özün haqqında görmək istəmədiyin bir şey göstərir. Və əgər özünə, bu niyə başıma gəldi deməyə əvəzinə, bundan nə öyrənə bilərəm deməyə başlasan, hər şey dəyişir. Çünki indi ağrı bir cəza deyil, bir böyümə alətidir. Əgər sənə güvənməməlik buraxıbsa, onu özünə daha möhkəm bir özünə güvən qurmaq üçün istifadə et. Əgər yolunu itirdiyini hiss etdirdisə, onu əslində nə istədiyinə yenidən əlaqə qurmaq üçün istifadə et. Əgər qarşılıqsız çox verdiyini öyrətdisə, onu sağlam sərhədlər qoymağı öyrənmək üçün istifadə et. Hər yara izi çətin bir şeyi atlatdığını və sağ qaldığını xatırladır. Amma keçmişə ilişib qalanla inkişaf edən arasındakı fərq təcrübəni necə istifadə etməyi seçdiyindədir. Buraxmaq səni zəiflətməz, gücləndirir. Çox insan birini buraxdığında özündən bir parça itirdiyinə inanır. Amma həqiqət budur ki, birini buraxdığında özünü tapırsan. Çünki buraxmaq yaşananları unutmaq deyil, irəliləməyi öyrənməkdir. Hekayənin içində sıxılıb qalmadan. Və işte əsl dönüşüm burada baş verir. Ağrı verən bir təcrübədən sonra hələ də eyni insansan, dərs almamısan deməkdir. Amma o təcrübənin səni böyütməsinə icazə verərsən, o zaman yaşadığın heç bir şey boşuna getməyib. Burada açar budur. Ağrı səni sərtləşdirməməli. Daha müdrik etməlidir. Eşqə qapılmamalısan. Qorxusuzca sevməyi öyrənməlisən. Güvənməkdən əl çəkməməlisən. Kimin güvəninə layiq olduğunu tanımağı öyrənməlisən. Qırıqlıq daşımamalısan. Yaşananlara şükranla buraxmağı öyrənməlisən. Həyat ağrıdan qaçmaq deyil. Ondan öyrənmək, onu dönüşdürmək, səni daha güclü edəcək bir şeye çevirməkdir. Hekayəm burada bitmir. Əgər bir ayrılma prosesindən keçirsən, əgər birini buraxmağın düşündüyündən daha çox ağrı verdiyini hiss edirsən, bunu xatırlamaq istəyirəm. İtirmirsən, inkişaf edirsən. Özündən bir parçanı arxada qoymursan. Özünün daha güclü bir versiyasını kəşf edirsən. Eşqdən əl çəkmirsən. Onu daha sağlam bir yoldan yaşamağı öyrənirsən. Eyni ağrını təkrar etməyə məhkum deyilsən. Eyni qalpara düşməmək üçün müdriklik qazanırsan. Və indi özünə bu sualı verməni istəyirəm. Bu təcrübəni böyümək üçün necə istifadə edəcəksən? Çünki yaşadığın tarix artıq dəyişə bilməz. Amma bundan sonra yazacağın tarix tamamilə sənə bağlıdır. Və işte burası ən vacib addımın gəldiyi yerdir. Tam olaraq irəliləmək, qorxusuzca,
zəncirsizcə. Çünki birindən emosional olaraq ayrılmaq sadəcə bir son deyil, tamamilə yeni bir həyata açılma fürsətidir. Tam olaraq irəliləmək, bağlanmanın artıq zəncir olmadığı bir həyat qurmaqdır. Birindən emosional olaraq ayrılmaq sadəcə bir münasibəti buraxmaq deyil. Özünü tam hiss etmək üçün başqasına ehtiyac duyduğun fikrini buraxmaqdır. Özünə qayıtmaqdır. Enerjini geri qazanmaqdır. Azadlıqdan yaşamağı öyrənməkdir. Amma çox insan buraxdıqdan sonra belə keçmişə zəncirlənib qalır. Xatirələri gözdən keçirməyə davam edirlər. Dərində bir yerdə o şəxsin geri dönəcəyini umurlar. Olan şeyin xəyalına yapışırlar və fərqinə varmadan ayrılığı səssiz bir gözləməyə çevirirlər. Amma həqiqət budur. Keçmişə baxmağa davam etdiyin müddətcə irəliləyə bilməzsən. Köhnəyə ilişib qaldığın müddətcə yeni bir şey qura bilməzsən. Bağlanmanın zəncirlərini hələ daşıyırsansa, özünü azad hiss edə bilməzsən. Görünməz bağlanma, keçmişin bugün üzərində hələ də nəzarət sahibi olduğu emosional bir həbsxanadır. Və bunun ən təhlükəli tərəfi çox vaxt zəncirləndiyimizin fərqinə belə varmamağımızdır. Özümüzü yaxşı olduğumuza inandırırıq. Zamanın hər şeyi həll edəcəyinə inanırıq. Nəhayət əvrinin yox olacağını düşünürük. Amma işdə sormaq lazım olan sual budur. Həqiqətən buraxdınmı? Yoxsa sadəcə xatirəni daşımağa öyrəşdin? O boşluq o şəxs tərəfindən yaradılmadı. O boşluq həmişə sən idin. Fərq, o şəxs həyatındaykən onu doldurduğuna inandın. Amma həqiqət budur ki, heç kim səni doldura bilməz. Əgər bir boşluq hiss edirsənsə, həll onu bağlayacaq başqasını tapmaq deyil. Həll özünün hələ hansı parçasını tərk etdiyini kəşf etməkdir. Çünki bunu etməsən, eyni döngünü təkrar etməyə davam edəcəksən. Növbəti şəxsə bu dəfə fərqli olacaq ümidi ilə yapışacaqsan. Xoşbəxtliyini başqa bir münasibətdə quracaqsan. Bu dəfə ağrı çəkməyəcəyinə inanaraq və özünü yenə başqasında itirəcəksən. Fərqinə varmadan əslində sağaltmaq lazım olan yeganə münasibətin özünlə olan münasibətin olduğunu. Bir həyat qur. Bağlanmanın artıq səni həbs etmədiyi bir həyat. Hər gün heç bir xarici amilin rifahını müəyyən etmədiyinə əmin olaraq oyanmağı xəyal et. İtirmə qorxusu olmadan sevə bilməyi xəyal et. Çünki heç kəsin öz içində artıq tapdığın şeyi səndən ala bilməyəcəyini bilirsən. Özünlə sülh içində olmağı, tam və bütün hiss etməyi xəyal et. Əsl azadlıq bağların olmaması deyil, bağlarının ehtiyacdan deyil, tamlıqdan gəldiyi həqiqətidir. İşte bu, əsl irəliləmək deməkdir. İnsanları unutmaq deyil, onlardan qırıqlıq duymadan dərs almaq. Ağrı ilə deyil, şükranla buraxmaqdır. Eşq nə qədər ağrı çəkdiyinlə ölçülməz. Dəyərinin həyatında kim olduğuna bağlı olaraq dəyişmədiyini xatırlamaqla ölçülür. Gücünü yenidən qazanmaqdır. Həyat davam edir, onlar olmadan da. Amma sual budur. Sən hələ keçmişlə birlikdəsən. Həyatını keçmişə baxaraq keçirən insanlar var. Hələ bitmiş bir hekayədə sıxılıb qalıblar. Əslində heç vaxt o qədər də mükəmməl olmayan bir şey üçün nostalji duyaraq, heç vaxt gəlməyəcək cavabları gözləyərək. Keçmişə demirlənmiş olaraq keçirdiyin hər gün, bugündən itirdiyin bir gündür. Keçmişə yapışmaq, gələcəyə qapını bağlayır. Tək olanda xoşbəxt ola bilməyəcəyinə özünü inandırmaq, xoşbəxt ola biləcəyini kəşf etmə fürsətini səndən alır. Nə qədər daha enerjini artıq yox ona verəcəksən? Nə qədər daha bağlanmanın səni bitmiş bir hekayəyə zəncirləməsinə icazə verərək əsl azadlığını ertələyəcəksən? Çünki əsl irəliləməyə qərar verdiyində içində bir şey dəyişir. Artıq nəyə qayıtmağa ehtiyacın olmadığını anlayırsan. Çünki daha yaxşı bir şey qurursan. Eşqin itmədiyini fərq edirsən. Çünki o, sənin içində yaşayır. Həyat səndən bir şey almır. Sənə başqasına asılı olmadan xoşbəxt ola biləcəyini göstərir. Əsl xilasat budur. Heç kəsin səni tamamlaya bilməyəcəyini anladığında. Çünki artıq tamamsan. Xaricdən bir doldurma gözləməkdən əl çəkdiyində, o daxili boşluğu sağalda bilərsən. Eşq sahiblənmə deyil, varlıqdır. Ehtiyac deyil, seçimdir. İşte, o gün bağlanma zəncir olmaqdan çıxır. Artıq bitmiş hekayənin əsrindən çıxırsan. O gün əsl yaşamağa başlayırsan. Dərsə de mənə, keçmişə baxmağı buraxıb, qorxusuzca irəliləməyə hazırsan. Çünki bunu anladığında geri dönüş yoxdur. Zəncirlər olmadan irəliləyirsən. Əgər bu fikirlər sənə bir şeylər qatdısa, videonu bəyənməyi və düşüncələrini şərhlərdə paylaşmağı unutma.
Bənzər dərində məzmunlar üçün kanala abunə ola bilərsən. Sən bu mövzu haqqında nə düşünürsən? Şərhlərdə bizimlə paylaş.